Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib və o 12 il azadlıqdan məhrum edilib. Azər Qasımlı Qurbanəli Yusubovdan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. O isə ittihamları rədd edərək həbsinin siyasi sifariş olduğunu bildirir. QHT işi üzrə həbsdə olan sosial işçi Zamin Zəkinin cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib və o 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamin Zəkiyə vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri ilə ittiham irəli sürülmüşdü. Paşinyan Avropa Parlamentində çıxışı zamanı Qarabağı tərk edən ermənilərin emosiyalarından sui-istifadə edilməməsinin vacibliyini bildirib. Onun sözlərinə görə həmin şəxslər Ermənistan vətəndaşlığı alaraq ölkədə daimi yaşamalıdır və artıq məskunlaşma proqramından 4886 ailə faydalanıb. Paşinyan həmçinin Ermənistan və Azərbaycan arasında sülhün təmin olunduğunu, lakin onun davamlı qorunmasına ehtiyac olduğunu qeyd edib.